Məhlullarla bağlı paylaşdığım bir sualın həllini sizlərin nəzərinə çatdırmaq istəyirəm. Məsələnin şərtində nə deyir? A qabında 72 qram X duzu suda tam həll edildikdən sonra 300 ml 30% məhlul yaranır. İlk öncə diqqət edəcəyimiz nüanslardan biri bu 300 ml 30% olan hissədir. Bəzən diqqətsizlik nəticəsində 300 ml-nin 30% tapılır, lakin bu səhvdir təbii ki də, çünki burada vahidinə fikir verəsi olsaq, 300 ml bizim A qabında olan ilkin məhlulun həcmidir. Və buradan belə nəticə çıxır ki, 72 qram bu həll olan X duzu məhlulumuzun 30%-ni təşkil edir. Bəs 100%-imiz nə qədərdir? 100%-dir, yəni ümumi məhlulun kütləsidir. Bu da eləyir 240 qram. İki məhlulumuzun kütləsini tapdıq. Daha sonra məsələnin şərtində nə deyir? Yaranan məhlulun üzərinə həll olma əmsalı 250 qram bölünsün litr olan 12 qram Y duzunun 100 ml məhlula əlavə edilir. Qeyd olaraq, məhlullar qarışdırıldıqda çöküntü və ya qaz halında maddə alınmır. Yəni, bu nə deməkdir? İki məhlul qarışdırılan zaman çöküntü və yaxud da ki, qaz halında maddə alınsaydı, məhlulların kütləsi cəmi bizə yekun məhlulun kütləsinə bərabər olmazdı. Məhlulda azalma baş verərdi. Bu zaman A qabında olan məhlulun sıxlığı 1,5 dəfə artır. Biz ilk öncə A qabında olan bir ilkin sıxlığımızı tapaq ki, görək 1,5 dəfə artanda neçə olubdur. Rho1 bərabərdir ilkin məhlulumuzun kütləsi bölünsün məhlulumuzun həcminə. Bu da bərabər edir 240-ı 300-ə bölürük, 0,8 qram bölünsün milli. Və yekun sıxlığımız bu ilkin sıxlıqdan, yəni 0,8-dən 1,5 dəfə artıqdır. Deməli, yekun sıxlığımız 1,2 qram bölünsün milliyə bərabərdir. İki məhlul qarışdırılan zaman yekun sıxlığımız həmin məhlulların kütləsi cəminin həcmləri cəminə olan nisbətinə bərabərdir. Yəni 1,2 bizə bərabər olasıdır. 240 üzərinə gələk M2. M2 burada ikinci məhlulumuzun kütləsidir. Təbii ki, hələ də bu bizim üçün məhculdur. Bölünsün 300 plus 100, yəni həcmlər cəminə. Buradan M2-ni tapası olsaq, bərabər edir 240 qrama. Bu 240 qramın da 12 qramı duzdur. Niyə? Çünki məsələnin şərtində bizə deyirdi 12 qram Y duzu həll olunubdur. Yerdə qalan 228 qramımız da sudur. Y duzunun ilkin məhlulunu doymuş hala gətirmək üçün həmin duzdan neçə qram əlavə etmək lazım idi? Baxırıq ki, KH-ı Y-in 250 qram bölünsün litrdir. Bunun mənası, açması nə deməkdir? Yəni 1 litr həll edicidə və yaxud da ki 1000 ml həll edicidə 250 qram bu duzdan həll etdikdə məhlulumuz doymuş sayılır. Bəs 228 qram su var da əlimizdə, doğrudurmu? Həmin su üçün neçə qram bizə duz lazımdır ki, kifayət eləsin, məhlulumuz doymuş sayılsın? X plus 12 qədər. Niyə? 12 qramımız zaten var bizdə. Üstünü düzəltməliyik də sanki. Buradan X də bərabərdir 45-ə. Ümid edirəm qaranlıq qalan bir hissə qalmamışdır.